Polisler bunu arası aparırlar, bu reperi. Nəhayət ki, deyəsən tapdım. Qazlar elə bizdən söhbət edir adamla, bu çox qəribə. Nəsə gəlir yavını yemək istəyir. İsə Rolex sevənlər üçün. Salamlayıram hər kəsi. Hər kəsə xoş gün arzu edirəm. Bu günləri Yusuf dostumuzun dəvəti ilə York şəhərinə gedirəm. Bütün yol boyu sizə belə deyim də macəraları çəkib paylaşacağam. Hardan gedirəm, necə gedirəm. İlk buradan başlayır bizim səyahətimiz. Westlink Elizabeth Line. Kartımızı yüklədikdən sonra və burada çox sadə bir kartımızı yaxınlaşdırdıq və düşürük stansiyamıza. Burada birinci dəfədə oluram. İndi axtarağa görə növbəti bizim dəmir yolu haradır. İndi növbəti stansiyaya gedirik. Polislər bunu arası aparırlar, bu reperi. O qədər monitorlar var ki, elə bilirsən qatar yol deyil, aeroport, hava limanıdır. Nəhayət ki, deyəsən tapdıq. King's Cross Station. Bir də maraqlı burada bir şey nümayiş edirlər. Burada da pulsuz yenə həmişəki kimi bu proteinləri paylayırlar. Çox sağ olsunlar. Gəzirəm hələ ki bu stansiyalara. Burada undergrounddan çıxıram, overgroundda daxil oluram. Londonda ümumiyyətlə gəzinti aparanda fərqi yoxdur. Metro, qatar falan. İnsan həmin tamam ayrı abu-hava yaşayırsan. Burada platformalar qeyd olunub. York şəhəri bizim platforma 5'dir. Gedirik qatarımıza minməyə. Bu standartdır. Burada qatarların, vagonların nömrələri var. Məndə 1'dir. Tapım yerimizi tutduq. Növbəti stansiya, növbəti şəhər York şəhəri. Qatar bu günləri boşdur, mənim bəxtimlə. Rahat gedə bilirəm. Səyahətimiz davam edir, artıq 1 saatlik yoldayam. Artıq 1 saat falan yol qalır. İnşallah çatıram York şəhərinə. Ümumi 2 saat yarıma yaxın səyahətdən sonra çatdım artıq ki York şəhərinə. Yəni Londondan Yorka qatar qiyməti bir tərəfə hardasa 40 pound civarında dəyişir. Bu gündən, saatından sonra dəyişir. Amma mən 40 pound aldım bir tərəfə. Giriş-gəliş 80 pound. İngiltərə gəzintisi, qatar fərqi. Mən yol getməyi heç xoşlamıram. Tək səyahəti ümumiyyətlə sevmirəm. Sadəcə yol yaxşı ki azdır. Hələ ki Yusuf dostumuzu gözləyir, biraz gecikir. Ona görə istəyirəm dəmir yolu vağzalım, biraz gəzim. Salamlar. Salam dostlar. York şəhərinin gözlənilməz hava şəraiti ilə əlaqədar gecikmə oldu, rötar elədik. Yusuf bizim Azərbaycanın fəxrli gənclərindəndir. Onunla bu günləri bizim York şəhərimiz oldu. York şəhəri. Mənimsədim York şəhəri. York vlogu çəkəcəyik. York vlogumuz oldu. Yusuf, necəsən qardaşım, canım başın? Yaxşı məzum, sən necəsən? Yaxşı olasan. Səni görməyə şadam. Mən də bir daha şadam. Qonaqpərvərliyinə görə minnətdaram. Yəni mən bura bu günləri yağış yağıb Londondan Yusufun dəvətindən gəlmişəm. Yusuf çağır gəl York şəhərində çək, Yorkda tarixini paylaş. Yəni mənim York haqqında o qədər məlumatım yoxdur. Yusuf, başda biraz York haqqında məlumat ver izləyicilərə, York şəhəri haqqında. Bir daha salam dostlar. Deməli York Avropanın ən qədim şəhərlərindən biri hesab olunur. Özündə həm Roma imperiyası, həm də Vikinglərin izlərini daşıyır. Buna görə hər iki cəhətdən belə deyək, çox məşhur bir şəhərdir. Hal-hazırda qabağında durduğumuz yer, burada yazılır York Principal. Yorkun ən qabaqda gedən otellərindən birisidir. Belə qabaqdan çox köhnə görünür. York şəhərinə daxil olan kimi, ilk qədəmlərimizi qoyan kimi burada maraqlı bir pozitiv bir açılış elədik. Çox pozitiv bir açılış eləmək çalışsa da, yəni şəhərin girəcəyində yolun kənarında uşaqlar. Yəni belə bir köhnə qəbirlər var. Düz magistralın qırağında. Qazaboyev adamlar rahatdır. Hə.
Qazlar elə bizdən söhbət edir adamla. Burada çox Həqiqətən. qəribə nəsə gəlir yavını yemək istəyir. Biraz məni içəri-şəhər xatırlatdı bu qala divarları. Yəni bu qala divarlarından York şəhərinə daxil oluruq da demək olar ki. Və bu da bizim York şəhərinin kənardan görünüşü. O gördüyümüz qoşa qalalar var, qoşa güllələr var ha. O York Minster adlanır və Yorkda belə bir qayda qanun var ki, bir o katedraldır. Yəni vaxtilə York şəhəri həmin kilsədən idarə olunurdu. Və hal-hazırda heç bir bina Belə gedəcək yoxsa belə gedirik. Heç Gedək bir onda bina yaxından həmin biraz. katedraldan hündür ola bilməz hal-hazırda belə. Çox maraqlı. Bələdiyyə ona icazə vermir. Yəni istədiyiniz kimi burada bir tikinti apara bilməzsiniz. Yorkun da özünə məxsus balaca bir temzası var. Pizza restoranı belə o qədər qədim binalar var ki, elə bir restorana yox, muzeyə daxil olursan. Necə görkəmli görünüşü var. York City bir şeyə nə çatdırım. Yəni İngiltərədə demək olar ki, ən bahalı 3 şəhərdən biridir demək olar ki. Və bu parkın adı nədir? Museum Garden, muzey Museum parkı Garden, adlanır. Qədim abidələr və s. var bu. Bir də bu parkı da sizə göstərim. Görünüz tarixi qoruyurlarsa, belə bir divar sökülüb, müəyyən hissəsi qalıb, onunla belə yəni bura yüksək səviyyədə mühafizə olunur. Bir zamanlar burada lordlar falan ha yəqin ki. Ha Yusuf? Onlardan yüzlərlə hətta. Ya bu harsa 11-ci 12-ci idi yoxsa sən 1088-ci il hesab olunur bunun ilk tikilmə tarixi. Təbii ki 1088 hətta 11-ci əsrlərdə, 11-ci çolar. 11-ci əsrlərdə. Yəni bu divarların harsa 11-ci əsrdən 11-ci əsrdən qalan divarlardır. İndi Bu bəzi monastır olub vaxtı ilə Saint Mary monastırı hesab olunur. Bu qədim bir monastırdır. Monastırda biz yəni bu dini təlimlər, xüsusən də xristianlıqda bu istifadə olunur. Dini təlimlər üzrə tikilib ilk 1088-ci ildə, daha sonra 1200-cü illərdə, 1500-cü illərdə restavrasiya olunub. Düzdür, amma indiyə təəssüflər olsun ki, sadəcə dağıntıları qalıb. mən bura toxunmaqla belə deyim. Mən çox tarixi sevən insanam. Genetikamı qoydum bura. Mən genetikam, əlimin izləri qaldı orada. Nə vaxtsa kimsə buranı incələsə 1000 ildən sonra və mənim burada əl izlərim var. YouTube kanalına mütləq abunə olun. Mütləq və rəy bölməsində suallarınızı, fikirlərinizi yazın. Bəli, gəldi. Bura kitabxanadır, yəqin ki. Library arxiv. Və oradakı arxiv teması çox önəmlidir. Təəssüf olsun ki, bizdə bu qıtdır. Əslində insanlarımıza da maraq yoxdur. İstəsək araşdıra bilərik. Bir insan əslini, əcabətini araşdırmaq istəyirsə gəlir bura. Məhətləri açır burada. Aha. Yəni ailəsi, babaları yox, pulsuzdur. Babaları, nənələri, ataları, bibiləri. Ancaq ingilislərdir yəqin ki. Yəni burada yaşayan insanlar, York üzrə getməli yazmalar əsərimiz. Qədimlər yazmalardan var. Bura kitabxana, bura kafeteriyadır balanız. Bura kafeteriya. Prosta kafedir. Şurada kitabxanada sakit olmaq lazım. Hər kəs kitab oxuyur, şu an görürsünüz. Özümü tarixini hiss edirəm uşaqlar. York şəhərinin tarixi. Yorkun ən məşhur bura kilsədədir. Bura bəli, katedralda baş kilsədən idarə olunub. Buranın tarixi gedir Roma imperiyasına qədər çıxır yenə. Buranın məsələn mən içərisində olmuşam, inşallah sabah özünü görəcəksən. Burada yer altında və s. çox qədimi abidələr və s. qalıb hamısı içəridə. Sabah inşallah bu kilsə haqqında da geniş izmalda videomuz olacaq. Çox qəşəngdir, içərisi çox genişdir. Amma bilirsiniz də, yəqin ki, İngiltərə protestant hesab olunur, yəni katolik deyillər. Bu həmin kilsənin həyətidir. Bəli, parkıdır. Yorkshire, bura bu mağaza uşaqlar əl suyu ilə düzəlmiş, sabunların sabun istehsalıdır. Belə istehsal deməzdim, sabun satışına məşğullar. Çox möhtəşəm iyi var. Gəl bura. Şeyin içində, suyun içində balıq. Sabun evi. Sabun evi. 72 var görürsən burada. Bol ondan, çox olmaz.
Qoxusu möhtəşəmdir. Hə, bilirəm, onu bilirəm. Tez bazar atışdırmalı hara lazımdır gəlmək. Təbii ki, McDonald's-a. İkonik belə deyək də kafelərdən birisidir. Hələ burada adam azdır ha. Adətən bir də görürsən bura qədər növbə olur burada. İngilislərdə çay içmək üçün. İngilislərdə növbə mədəniyyəti göstərmişsə. Və buna sadəcə çay içmək üçün düşünün, şirniyyatla çay içmək üçün. İngilislərdə ümumiyyətlə növbə mədəniyyəti, yəni yüksək səviyyədədir. Daha xoşdursan. Bahalı saat bəli, bu saat markası mənim ən sevdiyim markadır və hazır mənim əlimdəki saat da bu nəsildəndir. İsə Rolex sevənlər üçün. Valla mən nə bilim, Rolex düzdür. Çox gözəl, məşhur brendlərdən, saatlar da çox gözəl, amma mənim üçün yenə deyirəm Carrera. Rolex-dənsə Carrera üstünlüyü verirəm. Yolun qırağında, nə bilim, parkın içində bu cama, bu divara bastırıblar bunları. Maraqlı əl işləri satırlar. Bir neçə yüzillik idi mən sənə buradayım ən azı. Çox qədimi tarixi olan, həqiqətən baxanda çox qəribə hisslər keçirsən, Yusuf inanırsan. Toxunmurlar, heç nəyə toxunmurlar. 200-300 il əvvəl yağışlı havalar, cəmaət pivədən vurub söhbət edirlər. Mini bazar deyilən bir yerdir. Artıq biz gedişmiş saat artıq 5-ə işləyir. Ona görə bazar artıq bağlanır. Hər bir şey var. Xırdavat, meyvə, təbii hər şey var burada. Küçənin adı Şambridж. İngiltərənin ən belə deyək məşhur şirniyyatlarından birisidir və xüsusən də Yorkda bu çox məhdud. Qiymətli elə də baha deyil, amma daha çox dadlıdır. İnşallah Elmirə daddıracağam. Yəni bu küçə harsa 14-15-ci əsrdə tikilən küçədir. Yəni hətta gördüyünü göstərirəm sizə, bina görsə artıq əyilib. Kimdə şou göstərir bura baxa görə. İngiltərədə küçə şoulara, küçə əyləncələri həddindən çoxdur. Ölümü. Nədir adı? Əjdaha ölümü. Əjdaha ölümü. Test eləyə görə necədir ətri? Sorry. Yox, mənli deyil. Harry Potter'a baxanlar bilir ki, orada əsas baş düşmən Voldemortdur və çox adam onun adını çəkməyə qorxur. Onun yerinə qısaca deyirlər ki, the one that must not be named, yəni adı lazım deyil türkçə tərcüməsi. Belə bir kreativ mağazin açıblar, adı The Shop That Must Not Be Named. Harry Potter məhsulları satılır. Gəlin çəkək göstərək Harry Potter fanları üçün. Baxın, bu da elə birinci gördüyümüz əsa elə Voldemortun əsasıdır. Növbəti əsa elə Bellatrix'in əsası olmalıdır. O biriləri neçə dəqiq bilmirəm. Bu çıxışdır sadəcə. O Harry Potter dünyasında şeylər çox önəmlidir. Süpürgələr çox önəmlidir çünki onların əsas uçuş aparatlarıdır. Girə evdən bura baxaq. Voldemortun əsas tərəfdaşlarına ölüm yeyənlər deyirlər, Death onların taxtığı maskadır bu. Sən baxmısan amma bir. Harry Potter həvəskarları üçün girmişəm uşaqlar Bu Harry mağazaya. Potter'dan deyil, bu fantastik bir seriyasının Harry Potter'ın davamı kimi. Görmüşəm amma qavama çıxıb o da. Süpürgə. Harry Potter'ın almış olduğu Firebolt-dur. Öz belə deyək də xaç atası tərəfindən ona hədiyyə olunmuşdur. İndi hal-hazırda bu replikası özü deyil, qiyməti $300. Bu Sirius Black'dir. Belə deyək, xaç atasıdır Harry Potter. Bu da Bellatrix Lestrange'dir. Onların belə deyək ki, həbsxanadan qaçanda götürülən kadrdır bu. Helena Bonham Carter tərəfindən bu rol canlandırılır və çox möhtəşəm aktrisadır həqiqətən. Bu da əslində başda düşmən kimi görünsə də sonra Harry Potter'ın xaç atası olduğu ortaya çıxır və həmin süpürgəni Harry Potter'a şəxs hədiyyə eləyir əslində. Harry Potter dünyasında çox ikonik xaçlardan biridir.
Ravenclaw deyədəm hesab olunur. Voldemort belə deyə elədiyi hortkuluklardan biri də budur ki, öz ruhlarından bir hissəsini buna keçirmişdi. Qiyməti 160 pound. Bu da sehir kitabı Harry Potter'ın. Bu da əsaların özləri. Bir Muggles, please do not touch. Muggles bilirsən kimlərdir? Muggles bizlər, yəni sehir qabiliyyəti olmayan insanlardır. Güya indi sehir qabiliyyəti olmayanlar uşaqlar toxuna Toxuna bilməz. bilməz. Əslində bizə deyir ki, bu da bayaq göstərdiyimiz o Bellatrix'in əsasıdır, bu üçüncü əsadır. Burada Yorkun belə mərkəzi küçələrindən biridir. Gedirəm öz hostelimə. Yusuf sağ olsun öz qaldığı yerdə təklif elədi. Sadəcə mən istəyirəm ki, buradakı hosteldə çəkim göstərim. Ona bir günlük Hostel həyatı marağı daha başqa olur. hostel bəli, hostel maraqlı. Mən şuna bura gəlmək, ümumiyyətlə xaricə gəlmək, istirahət gəlmək istəyənlərə, tək gəlmək istəyənlərə bir dənə tövsiyəm olar ki, yəni otel falan bura eləməyin. Yəni həqiqətən hostellər çox gözəldir, çox mükəmməldir. Hətta yəni 2 yataqlı belə yataq dəsti olan hostellər 4-8 yəni növləri çoxdur. Yəni sizin komfortları qiymətlər dəyişir və hostel qiymətləri otel qiymətlərindən daha da qat-qat ucuzdur. Çox daha ucuz. Sən neçə götürmüşdün burada bir otağı? Mən hal-hazırda göstərəcəyim hosteli bir günü götürmüşəm 15 pound. Çox ucuzdur. Ha, hətta 12 pound var idi. Sadəcə 12 poundda 8 yataqlı idi. Mən sadəcə 4 yataqlı götürdüm 15 pound. Yəni 12 pound çox ucuzdur, çox. Yox şəhəri üçün ümumiyyətlə Otellər 70-80 pound. bəli. Hətta bəzi yerlərdə sözü kəsdirəm, bəzi yerlərdə səhər yeməyi də daxildir. Həmin şeylərə. Mənim qalacağım hostel. İndi receptiondan otağımı açarını alım və içərini çəkib göstərəcəm sizə.